Salam dostlar, deməli rahat marketdəyim, amma qiymətlər o qədər də rahat deyil. Alçanı görəcəksiniz indi. Aparıcı Aytən Səfərova marketlərdəki qiymətlərdən şikayətçidir. Axşam.az xəbər verir ki, aparıcı vitrindəki alça və əriyin qiymətlərini nümayiş etdirib. Görüntülərə əsasən alçanın kiloqramı 85, əriyin isə 29 manatdan təklif olunur. Rahat marketdəyəm, amma qiymətlər heç də rahat deyil. Alça və yaşıl əriyin qiymətləri bahadır deyə Aytən Səfərova bildirib. Sumqayıtda qəbristanlıqda 28 yaşlı Ülvi Əli Səfəoğlu Xasaczadənin meyidi aşkarlanıb. Onun 2-ci Qarabağ müharibəsi veteranı olduğu bildirilir. Ada Universitetini bitirib ailənin tək evladı idi. 5 gün sonra yeni yaşına qədəm qoyacaqdı.